İqlim dəyişikliyinin təsiri artıq özünü aydın şəkildə göstərir. İqtisadiyyatın digər sahələri ilə müqayisədə kənd təsərrüfatı iqlim şəraitindən daha çox asılıdır, xüsusilə də taxılçılıq. Bu hal ekoloji tarazlığın pozulması ilə bağlıdır və qlobal xarakter daşıyır. Sərt qış və ya mülayim hava taxılçılıq üçün əlverişsiz sayılır. Quraqlıq ələxüsus dəmiyə əkinlərinə təsir edir. Respublikada su qıtlığı yaranır və bu da taxılçılıqda, əkinçilikdə suvarma rejiminə düzgün riayət olunmur və yaxud suyun vaxtında verilməməsi, digər məsələlər belə problemlərə gətirib çıxarır. Qlobal məsələdir ki, yəni dünyada da bu baş verir və bizim respublikada da bu məsələ gündəmdə olan bir məsələdir ki, yəni əkinçilər bununla çox tez-tez üzləşə bilirlər. Torpağım niyə şoranlaşdı, məhsuldarlığım niyə aşağı düşdü, duzlaşma prosesləri və s. Mütəxəssislər bildirirlər ki, ölkədə bitkiçilik məhsullarının 80%-dən çoxu suvarılan torpaqlarda yetişdirilir. Həm suya qənaət, həm də torpağın şoranlaşmasının qarşısını almaq üçün isə mütərəqqi texnologiyaların istifadəsi vacibdir. Yəni, əkin sahələrinin suvarılmasında ənənəvi selləmə üsulundan imtina edib müasir metodları tətbiq etməliyik. Bu təsirlərin azaldılması üçün kənd təsərrüfatında bir sıra tədbirlər görülməlidir ki, bunlar əsas suvarma sistemləri düzgün qurulmalı, eyni zamanda suvarma sistemləri ilə yanaşı torpaqda növbəli əkin sisteminə keçmək lazımdır. Yəni, respublikada körtəbii şəkildə deyək ki, məşğul olan, taxılçılıq, əkinçiliyi ilə məşğul olan insanlara mən birbaşa səslənirəm ki, yəni lazımdır ki, torpaqda növbəli əkin sistemini qoruyub saxlamaq. İxtisaslaşmasına görə həmin bölgə üçün xarakterik sortlar əkilməlidir ki, bu sortlarda belə bir qlobal istiləşmə fonunda və yaxud iqlim dəyişikliyi fonunda mübarizə apara bilsin və məhsuldarlığı aşağı düşməsin. Kəskin iqlim dəyişmələri zamanı məhsuldarlıq və onun keyfiyyəti aşağı düşür. Quraqlıq məhsulun inkişafını ləngitməklə yanaşı zərərvericilərin sayını artırır. Bitkilər üçün mövcud əlverişsiz şərait gəmiricilər üçün ideal hesab olunur və onların sayının artmasına gətirib çıxarır. Beləliklə, bitkilərlə qidalanan bu ziyanvericilər təsərrüfata daha böyük ziyan vurmuş olurlar. Deməli, torpaqların çirklənməsi eyni zamanda da qida, belə deyək ki, təhlükəsizliyinə səbəb olur, qida məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Bu taxılların, meyvələrin, tərəvəzlərin ümumiyyətlə azalmasına səbəb olur. Niyə? Çünki torpaqlar çirkləndikdə onlarda humusun miqdarı azalır, qida maddələrinin miqdarı azalır ki, nəticədə də bu özünü qida problemində özünü göstərir. Çünki qloballaşan dünyada insanların sayı artır, insanların sayının artmasına uyğun olaraq da qidaya olan tələbat artır, oksigenə olan tələbat artır, təmiz suya olan tələbat artır, təmiz havaya olan tələbat artır. Apardığımız tədqiqatlarda özümüzün kafedra olaraq vermikompostun hazırlanması üçün faydalı model qurğusunu hazırlamışıq, onun patentini də əldə etmişik və yaxşı olardı ki, hər bir Azərbaycan Respublikasında regional olaraq vermikompostun hazırlanması üçün müəssisələr tikilsin, müəssisələr istifadəyə verilsin. Bu zaman biz tullantıları da idarə etmiş olarıq. Azərbaycanda iqlim dəyişikliyi daha çox quraqlıq və yağıntının azlığı ilə müşahidə edilir. 20 ildə bir dəfə baş verən ekstremal hava şəraiti, o cümlədən quraqlıq, artıq 2 ildən bir təkrarlanır. Ona görə də hazırki vəziyyət kənd təsərrüfatında istehsal modellərinə yenidən baxmağı, müasir becərmə texnologiyalarının və suvarma metodlarının tətbiqini tələb edir.